İranla danışıqlar çox yaxşı keçib, əhəmiyyətli irəliləyiş əldə olunub. Bunu ABŞ-ın vitse-prezidenti James David Vance brifinq zamanı deyib. O bildirib ki, ABŞ İranla danışıqlarda 4 əsas məsələyə nail olub. Biz Hörmüz boğazının açıq olması üçün mexanizm istəyirdik. İndi Hörmüz boğazı açıqdır və təbii qazın qiymətləri düşür. Milyonlarla barel neft Hörmüz boğazından keçir. Vensin sözlərinə görə, ikinci məsələ regional atəşkəsin təmin edilməsi və münaqişələrin qarşısının alınması üçün də mexanizmin yaradılması idi və buna da nail olunub. Bundan başqa, AEBA müfəttişlərinin İranın nüvə təsisatlarına baxış keçirməsinə dair razılıq əldə edilib. Bu, İranın nüvə proqramının daimi olaraq sonlandırılması üçün ilk addım idi. Sonuncu, dördüncü məsələ isə texniki danışıqların başlaması idi. James David Vance İranla yaxşı razılaşma üçün binövrənin qoyulduğunu, mühüm irəliləyişlərin əldə edildiyini, amma qarşıda hələ də görülməli çox işin olduğunu qeyd edib. İran nümayəndə heyətinin ABŞ prezidenti Donald Trumpın təhdidlərinə etiraz olaraq Cenevrədə danışıqları tərk etməsi ilə bağlı iddialara münasibət bildirərkən Vance deyib ki, İran nümayəndə heyəti danışıqları tərk etməyib. Onun sözlərinə görə, İran nümayəndə heyəti danışıqları dayandırmaqla hədələsə də, dialoq sona kimi aparılıb və onlar prosesi tərk etməyib. James David Vance brifinq zamanı həmçinin Livanda atəşkəslə bağlı irəliləyişin əldə olunduğunu deyib. O, İsrailin özünü müdafiə haqqını vurğulayaraq Hizbullahın hədəfə alınmasına bəraət qazandırıb. Əlbəttə ki, İsrail buna cavab verməlidir, amma bu hücumlara Livan, İsrail və Hizbullah arasında gedən danışıqlar nəzərə alınaraq cavab verilsə, vəziyyət daha dinc olar. Ötən 24 saat bəlkə də Livanın gördüyü ən dinc durum idi. 3 sutka əvvəl orada atışmalar baş verirdi. Beləliklə, tədricən irəliləyiş əldə olunur. Vitse-prezident İsrailin Livan ərazisini ələ keçirmək niyyətində olmadığını, sadəcə özünü Cənubi Livanda olan Hizbullah döyüşçülərindən qorumağa çalışdığını vurğulayıb. Düşünürəm ki, həm Livanın ərazi bütövlüyünü qoruya, həm də İsrailin təhlükəsizliyini təmin edə bilərik.